İran üçün ən ağır gün bugün olacaq. Bu sözü məhz Pentagon rəhbəri deyib. Gündəm xəbər nefrində 10 mart tarixində bir xəbəri diqqətinizə çatdıracağıq. Belə ki, Amerika Müdafiə naziri Pete Hegseth məhz İran ərazisinə endirilən hərbi zərbələrin daha da gücləndiriləcəyini açıqlayıb və bildirib ki, əməliyyatlar yaxın saatlarda daha intensiv mərhələyə keçə bilər. Amerika Müdafiə Nazirliyinin rəhbəri jurnalistlərə açıqlaması zamanı Vaşinqtonun İrana qarşı həyata keçirdiyi hərbi kampaniyanın yeni mərhələyə daxil olduğunu deyib və onun sözlərinə görə Amerika və müttəfiqləri məhz hücumların miqyasını artırmaq niyyətindədir. Bu gün zərbələrin ən ağır mərhələlərindən biri ola bilər. Hegseth bildirib ki, məhz Amerika hərbi qüvvələri hər gün daha çox imkan əldə edir və İran üzərində təzyiqləri artırır. Onun sözlərinə görə əməliyyatlarda daha çox qırıcı eskadrilyalar, bombardımançı təyyarələr və yüksək dəqiqlikli silahlar istifadə olunur. Pentagon rəhbəri eyni zamanda qeyd edib ki, Amerika və İsrailin birgə əməliyyatları İranın hərbi infrastrukturu, raket bazaları və silah anbarlarına hədəf alıb. Amerika ordusu hesab eləyir ki, son günlərdə həyata keçirilən zərbələr nəticəsində İranın raket imkanları və hücum potensialı ciddi şəkildə zəiflədilib. Məlumatlara görə fevralın sonunda Amerika və İsrail İran ərazisində geniş miqyaslı hərbi əməliyyatlara başlayıb və Epic Fury adlandırılan bu kampaniya çərçivəsində Tomahawk raketləri və pilotsuz aparat sistemləri və uzaq mənzilli silahlar tətbiq edilir. Pentagon rəhbərinin sözlərinə görə məhz Vaşinqtonun qarşıdakı saat və günlərdə İran ərazisində zərbələrin sayını və intensivliyini artırmağa hazırlaşdığını göstərir və analitiklər də hesab edirlər ki, Amerikanın bu mesajı həm də Tehrana psixoloji və siyasi təzyiq məqsədi daşıyır. Hazırda isə yaxın şərqdə vəziyyət gərgin olaraq qalmaqdadır və Amerika-İran qarşıdurmasının daha da genişlənmə ehtimalı da istisna edilmir.